Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Gəlin sizinlə bu tənliyin həllinə bərabər baxaq. Deməli, belə bir tənlik verilib, bu tənliyi həll etməyimizi istəyir. Bu tənlik şagirdlərin əksəriyyətinin çətinlik çəkdiyi mövzudur. İlk olaraq burada bizim işimiz ondan ibarətdir ki, hər bir modulu sıfıra çevirən x-ları qeyd etməliyik. Gəlin bərabər qeyd edək. Birinci tənlikdə, birinci modulun içərisindəki x-1-də bərabərləşdiririk sıfıra. Burada x bərabərdir 1. Digər ikinci modulda x-3 bərabərdir 0. Burada x-in bu tənliyi sıfıra çevirən qiyməti 3-dür. x-5 bərabərdir 0 tənliyində x-i sıfıra çevirən, bu tənliyi sıfıra çevirən qiyməti 5-dir. Sonuncu x-7-də bərabərdir 0 qeyd edirik. Burada da tənliyi sıfıra çevirən qiyməti 7-dir. Bu qiymətlərin hər birini, bu birinci addımımız idi. İkinci addım, bu qiymətlərin hər birini uyğun olaraq modullarda yazırıq. Birinci x-in bir qiymətindən başlayırıq. Deməli, 1 minus 1 üstəgəl 1 minus 3 üstəgəl 1 minus 5 üstəgəl 1 minus 7. Gəlin bu modulu hesablayaq. Burada cavab 0-dır. 1-dən 3 çıxdıqda -2, moduldan da hər zaman müsbət qiymət çıxır. Bunu qeyd edək. Deməli, 0 üstəgəl 2. 1-dən 5 çıxdıqda -4, moduldan müsbət 4 çıxacaq. Bunu da qeyd edək burada. 1-dən 7 çıxdıqda -6, moduldan da müsbət 6 çıxır. Bunu hesablayaq. 10, 12. Cavab burada 12 aldıq. Bunu qeyd elədik. Deməli, indi x-in 3 qiymətini gəlib modulda yerinə yazıb yoxlayırıq. 3 minus 1, 3 minus 3, 3 minus 5, 3 minus 7. Gəlin baxaq burada nə alırıq. Buradan 2, üstəgəl 0, -2 moduldan müsbət 2 çıxır. Buradan da -4 moduldan hər zaman müsbət qiymət çıxdığını unutmuruq. Bunları toplayaq. 2, üstəgəl 0, üstəgəl 2, üstəgəl 4. Bu ifadənin qiyməti 8 elədir. 8-i qeyd edirik. Növbəti davam edirik. İndi uşaqlar x-in 5 qiymətini gəlin yoxlayaq. Modulda yerinə yazıb. Deməli, 5 minus 1 üstəgəl modulda 5 minus 3 üstəgəl modulda 5 minus 5 üstəgəl modulda 5 minus 7 bərabərdir. Burada cavab 4 üstəgəl 2 üstəgəl burada cavab 0-dır. 0 üstəgəl 2. Bunun qiyməti topladıqda 8 edir. Qeyd elədik. Növbəti sonuncu qiymətimiz 7. Gəlib 7-ni tənlikdə yerinə yazaq modulun içində. 7 minus 1. 7 minus 3. 7 minus 5 və 7 minus 7 bərabərdir. Gəlin hesablayaq. 7-dən 1 çıxdıqda 6, 7-dən 3 çıxdıqda 4, 7-dən 5 çıxdıqda 2 və 0. Bunun qiyməti oldu 12. Aha. Deməli, uşaqlar, biz bu qiymətləri tapdıq. Bunlar nəyin qiymətləridir? Hər bir x-in qiymətini modulda uyğun olaraq yerinə yazdıq. Biz bunların uyğun olaraq y-larını hesablamış olduq. İndi gəlin, buna uyğun qrafik quraq kənarda. Qrafik quraq. Deməli, koordinat sistemi çəkirik. Koordinat sistemində uyğun olaraq Şaqil ox y oxudu, üfüqi ox x oxudu. Deməli, biz x-in hansı qiymətlərini almışdıq? X-in 1, daha sonra 3 qiymətini almışdıq. 5 və 7. Y-i isə 8 və 12 qiymətlərini tapdıq. 8 və 12. Deməli, x-a 1 verdikdə, yuxarıdakı qrafikdən baxaq, x-a 1 verdikdə 12 aldıq. Deməli, 12-ni 1 qiymətində almışıq. Bir də hansı qiymətlərdə aldıq? 12-ni bir də 7 qiymətində. 1 və 7 qiymətində biz 12-ni aldıq. Bunu qeyd edək. X-a 1 verdikdə 12 aldıq. Və 7 verdikdə 12 aldıq. Bunları qeyd edək. 8-i 3 qiymətində aldıq. X-a 3 verdikdə y-i 12 aldıq. X-a 5 verdikdə y-i 12 aldıq. İndi uşaqlar,
Bu xətləri, qırıq-qırıq xətləri gəlin ardıcıl şəkildə birləşdirək. Daha səliqəli formada birləşdirək. Aha, bir budur. Daha sonra bu və bu. Deməli, burada müəyyən bir aralıq var uşaqlar. Bizdən nə soruşurdu? Gəlin birinci hala qayıdaq tənliyin ən birinci halına. Bu ifadənin qiyməti bərabər olmalıydı 8-ə. Biz 8-i hansı aralıqda alırıq? Biz 8-i hansı aralıqda aldıq? X-in hansı qiymətlərində aldıq? 3 və 5 qiymətlərində. Baxın bu aralığa. Bu aralıqda X-in bu qiymətlərində biz 8 qiymətini alırıq. Deməli, tənliyin həlli olacaq 3, 5 parçası. Bu da belə. Ümid edirəm uşaqlar hər şey aydın oldu.